Herkese salam. Bugünkü videomda Emirates-ə qəbul prosesindən danışacağım. Bu yaxınlarda Emirates Azərbaycana gəlmişdi. Əslində hər ay gəlirlər və bizdən təyyarə bələdçiləri seçib götürürlər. Mən artıq ikinci dəfədir ki, bu seçmələrdə oldum və istədim ki, bu haqda bir video çəkim. Qeyd edim ki, Emirates şərqdəki ən böyük hava yollarından biridir və 67 minə yaxın işçisi mövcuddur. Ən böyük, ən prestijli təyyarələr də onlarda mövcuddur. Digər hava yollarından onları ayıran şey bizim üçün əsasən Azərbaycana gəlməkləridir. Çünki məsələn Qatar Airways, İtihad, onların heç biri Azərbaycana gəlib təyyarə bələdçisi seçmirlər. Amma Emirates bunu eləyir, belə bir şans sunur bizə. Təyyarə bələdçiliyi ilə əlaqəli digər bir videoma əsasən gələn suallardan biri oydu ki, bəs mən hansı ixtisası seçməliyəm, hansı qrupa verməliyəm? İlk öncə onu qeyd edim ki, təyyarə bələdçisi olmaq üçün ali təhsilə ehtiyac yoxdur. Yəni heç bir ixtisas seçmirsiniz. Nə istəyirsiniz ingilis dili müəllimi olun, istəyirsiniz rəssamlıq oxuyun, istəyirsiniz mühəndislik oxuyun, fərq eləmir. Təyyarə bələdçisi olmaq üçün ilk öncə hansısa bir avialiniyaya müraciət etməlisiniz. Əgər siz onlar tərəfindən qəbul olunsanız, onlar sizə öz təlimlərini verirlər. Təyyarə bələdçiliyi işini öyrədirlər və daha sonra siz təyyarə bələdçisi kimi fəaliyyət göstərirsiniz, işləyirsiniz. Yəni bu bir ixtisas deyil ki, siz hansısa qrup seçəsiniz ya nəsə oxuyasınız. Bu işdə öz təlimlərini verirlər, siz öyrənirsiniz, imtahanlardan yaxşı balla keçsəz, təyyarə bələdçisi olaraq işləməyə başlayırsınız. Emirates-də təyyarə bələdçisi olaraq işləmək üçün lazımlı məqamları sizlə bölüşəcəm. Azı 21 yaşınız olmalıdır, boyunuz 1.60 minimum olmalıdır və bundan əlavə əliniz 2 metr 12 santimetrəyə çatmalıdır. İngilis diliniz yüksək səviyyə olmalıdır və görünən heç bir yerdə tatu olmamalıdır. Emirates-də ilk öncə işləmək üçün siz oraya müraciət eləməlisiniz, CV-nizi göndərməlisiniz onlayn şəkildə. Buna görə Emirates Career web sitəsinə girirsiniz, orada özünüzə account açırsınız və daha sonra ora öz haqqınızda məlumatları əlavə edirsiniz. CV-dir, foto şəkildir, orada sizə soruşacaqlar, bəs Emirates-in formasını geyməyə razısınızmı, Dubaya köçməyə razısınızmı, bu şəkildə. Onu qeyd edim ki, Dubayda yaşamalısınız. Daha öncə xidmət sahəsində təcrübəniz olubsa, sizin üçün üstünlükdür. Daha sonra, əgər onlar Azərbaycana gələnə yaxın sizə e-mail göndərirlər və ya zəng vururlar. Mənə ikisini də eləmişdilər ki, bəs səni assessment-də, yəni görüş günündə gözləyirik. E-maildə eyni zamanda sizə maaş, iş saatları, qalacağınız yer haqqında məlumatlar göndərirlər. Eyni zamanda görüş gününə, təyin olunmuş günə necə formada gəlməyiniz xahiş olunur, onu şəkilli formada izah edirlər, göstərirlər. Məncə, işə qəbul prosesinin ən birinci mərhələsi geyimdir. Görünüşə diqqət eləməkdir. Çünki mən həmən gün cins şalvarla gələn adamlar gördüm. Dəri kurtkayla, cins şalvarla seçim gününə gəlirlər bu adamlar. Təbii ki də, lap belə möhtəşəm ingilis dili də danışsanız, siz ora seçilməyəcəksiniz. Birinci ilk olaraq görünüşünüzə fikir verməlisiniz. Saçınız yığılı olmalıdır, qadınsızsa. Ciddi iş formasında olmalısınız. Ağ köynək, qara yubka, qara pencək. Yəni geyiminizə ilk öncə fikir verin getməzdən öncə. İkinci, təyin olunan saatda çalışın, orada olun. Gecikmə olmasın. Sizin nə qədər dəqiq bir insan olduğunuzu qoyun bilsinlər. Çünki Emirates kimi böyük şirkətlər üçün ilk öncə nəzər yetirdikləri şey dəqiqlikdir. Mən ilk dəfə gedəndə adam sayısı çox az idi, 30 nəfər falan idi. Amma ikinci gedişimdə bu yaxınlarda oldu, 21 martda gəldilər Azərbaycana. 60-dan çox namizəd var idi. Yəni, həqiqətən rəqabət çoxdur Emirates üstündə. İlk mərhələdə nümayəndə şirkət haqqında sizi məlumatlandırır, neçə min işçi var, haralara səyahət edirik və qəbul prosesi haqqında bəzi məlumatları bölüşür. Daha sonra sizə nömrələr verirlər, sıralar. Bu random bir şəkildə olur. Mənə məsələn birinci gedəndə 27 nömrə düşmüşdü. Daha sonra ikinci dəfə getdiyimdə 56 nömrə idim, səhv etmirəmsə. Çox adam olanda nömrələr də getdikcə çoxalır. Bu vacib bir şey deyil. Daha sonra bir-bir qruplara ayırır sizi, 4-5 adamlıq qruplara. Sonra o qruplar bir-bir çıxır taxtaya və bir-bir özünüzü ingilis dilində tanıdırsınız.
Burada suallar fərqliliyi göstərir. Məsələn, birinci dəfə mən gedəndə bizə balaca kartlar vermişdilər. Kartların üstündə peşələr var idi. Bizə məsələn rəssamlıq peşəsi düşmüşdü və nümayəndə bizə demişdi ki, hər biriniz bu peşənin bir xüsusiyyətini götürüb onu başa salacaqsınız ingilis dilində və özünüzü tanıdacaqsınız. Və bu şəkildə də elədi. Mən bu mərhələdən keçdim. Amma ikinci görüşdə isə, yəni ayın 21-də olan görüşü nəzərdə tuturam. Orada sadəcə özümüzü tanıtmaq və səyahət etmək istədiyimiz ölkəni demək və niyə bura getdiyimizi başa salmaqla əlaqəli idi suallar. Hər kəs özünü tanıdırdı, getmək istədiyi ölkəni deyirdi, səbəbini deyirdi, bu şəkildə. Birinci mərhələ bu şəkildə keçirdi. Daha sonra sizi deyir ki, gedin, fasilə verin, yarım saatlıq bir fasilə olur. Yarım saat sonra yenidən otağa sizi çağırırlar və taxtada bəzi nömrələr olur. Sizə verdiyi nömrələr var və onlar deyir ki, bu nömrələr bu otaqda qalacaq, nömrəsi olmayanlar isə gedəcək, yəni seçilməyəcəksiniz. Bu şəkildə sizi yavaş-yavaş seçirlər. Açığı nəyə görə elənmə prosesi olur, mən onu başa düşmədim. Yəni, əlində dəftərdir belə balaca, divarın kənarında nümayəndə dayanır və hər namizəd haqqında danışdıqca onlar notlar alır, bəzi qeydlər aparır. Və onu sadəcə mən müşahidə elədim ki, bəziləri haqqında qeyd heç aparmadı və o qeyd aparmadıqları birinci mərhələni keçə bilmədilər. Ona da diqqət elədim ki, qeyd aparmadıqları adətən çox danışan namizədlər idi. Əslində biz düşünürük ki, ingilis dilində nə qədər çox danışsam, nə qədər yaxşı sözlərdən istifadə eləsəm seçilərəm, amma belə deyil. Əksinə çox qabağa atılmayan, ona verilən sualı sadəcə cavablandırıb dayanan namizədləri mərhələni keçirtdilər. Bu arada namizədlər sadəcə Azərbaycanlı olmur, yəni dünyanın hər bir yerindən insanlar gəlir. Qazax da var idi, orada Hindistanlı da var idi, Pakistanlı da var idi. Yəni hələ mən biri ilə tanış olmuşdum, Almaniyadan gəlirdi. 17-ci dəfədir ki, müraciət eləyirdi Emiratesə. Yəni da bilmədim seçildi, seçilmədi. Amma yəni həqiqətən insanlar buranı böyük bir məqsəd kimi tuturlar və o boyda yol gəlirlər bura. Hindistandan durub Azərbaycana gəlmişdi seçimlər üçün. Amma məsələn fikir verdim ki, həmən adamın ingilis dili çox yaxşı idi. Həqiqətən çox gözəl ingilis dili danışırdı. Amma danışanda İsa'nın doğuşundan başlayırdı da danışmağa. O qədər məlumat verirdi, o qədər danışırdı ki, elə birinci mərhələdən də kəsildi. Ona görə bizə özünü tanıt, tell me about yourself sualı gələndə adınızı deyirsiniz, yaşınızı deyirsiniz, keçmiş iş təcrübənizi deyirsiniz, istəsəz təhsiliniz haqqında məlumat verirsiniz. Bu qədər, yəni bundan artıq başqa məlumat verməyə ehtiyac yoxdur. Bir digər müşahidə elədiyim şey isə sanki təyyarə bələdçisi olanları seçmirlər. Yəni başqa bir şirkətdə təyyarə bələdçisi təcrübəsi olan namizədlərin hamısını eləmişdilər. Ola bilər ki, yəni başqa bir şeylərini bəyənməyiblər, amma hələ ki, yəni görmədim. 2 dəfə getmişəm və 2 dəfəsində də görmədim ki, təyyarə bələdçisi işləyən adamları seçsinlər. Düzdür, mən məsələn TikTokda, Instagramda görürəm, daha öncə Qatarda işləyib, Etihadda işləyib və hal-hazırda Emiratesdə təyyarə bələdçisi kimi işləyən adamlar var. Amma bu eləmə prosesində mən bunu görə bilmədim. Düşünürəm ki, bəlkə də heç bir fikri olmayan insanları götürürlər ki, öz təlimlərini versinlər, özləri yetişdirsinlər. Bu da bir variant da ola bilər. Bu sadəcə mənim öz müşahidəmdir bu arada. Müşahidələrimi bölüşürəm bu videoda zaten. İkinci mərhələdə isə artıq birinci mərhələdən çox adam eləndiyi üçün bir qrup insan qalır və onları da qruplara bölürlər. Məsələn, bizdə çox adam olduğuna görə 3 qrupa bölmüşdü. Hər qrupda da 10 nəfər var idi. Yəni toplamda 30 nəfər qalmışdıq 60 neçə nəfərin içindən. Və o 10 nəfər hərəsinə bir situasiya verir. Deyir ki, məsələn, business klassa bir sərnişini keçirdə bilərsən. Sərnişinlərin biri hamilə qadındır, biri yaşlı kişidir, biri də uşaqlı sərnişindir. Hansını keçirdəcəksən? Sən qrupunla oturub bunu müzakirə eləməlisən və daha sonra siz taxtaya çıxırsınız və bu haqda danışırsınız ki, hansı sərnişini seçmisiniz və niyə seçmisiniz. Bu mərhələdə isə artıq təyyarə bələdçisi olan insanların videolarına qulaq asmışdım mən və çoxsu deyirdi ki, çox danışan, çox ortaya atılan namizədləri seçmirlər. Yəni çalışın özünüzü çox ortalığa atmayın. Çünki nümayəndə zaten aranızda gəzir və hər birinizə nəzarət eləyir, baxır, bəzi qeydlər aparır, yenə dediyim kimi. Orada çox ortalığa atılan, çox özünü göstərən namizədləri seçmirlər adətən.
daha çox öz qrupu ilə əlaqədə olan, yəni necə deyim, nizam intizamı qoruyan namizədlərə üstünlük verirlər. Orada məsələn mənim rəfiqəm deyir ki, mən çıxdım, heç nə danışmadım. Ən axırda sadəcə dedim ki, mən qrupumla eyni fikirdəyəm, razılaşıram. Məncə belə olmalıdır. Yəni mən düşünürəm, mən fikirləşirəmdən çox biz belə düşündük, biz belə qərar verdik, qrupumla birgə belə bir qərar verdik kimi cümlələr istifadə eləmək daha məqsədə uyğundur. Bundan əvvəl də sizin boynuz ölçürlər və reach testi, yəni əlinizin 2 metr 12 santimetrəyə çatıb çatmadığını yoxlayırlar. Mənim kəsildiyim nöqtə bax buradır. Minimum boy 1.60 olmalıdır. Məndə boyum 1.68'dir. Boyum çatır. Amma əlim 2 metr 12 santimetrəyə çatmır. 2 metr 11 santimetrəyə çatır. Yəni 1 santimetrəyə görə mən kəsilmişəm. Hər ikisindən də elə həmən səbəbə görə kəsilmişəm. İlk olan açılış günündə bu boy ölçmə prosesini ikinci mərhələdən sonra eləmişdilər. Amma ikinci açılış günündə isə bu boy ölçmə mərhələsini ikinci mərhələdən öncə eləmişdilər. Ona görə mən ikinci mərhələyə keçə bilməmişdim. Birinci mərhələni keçdim, əlim yenə çatmadı, ikinci mərhələdə otura bilmədim. Amma mən 2 dənə çox yaxın rəfiqəmlə getdim. Onlardan biri keçdi axıra kimi. O mənə hər şeyi başa saldı. Mən də ona görə hal-hazırda video çəkirəm bu barədə. İkinci mərhələ bitəndən sonra da yenə yarım saatlıq bir fasilə verir və yarım saat sonra kimlər qalacaq, kimlər isə gedəcək, onları sizə deyir və hardasa təxminimcə 6-7 nəfər qalır axıra. 30 nəfərin içindən. 6-7 nəfərə 3-cü mərhələ artıq gəlir. 3-cü mərhələdə isə sizə onlayn şəkildə ingilis dilində test elətdirirlər. Burada qrammatika olur. Yəni də ingilis dili səviyyənizi ölçmək üçün bir testdir. Bunun hətta nümunələrini mən internetdə tapmışdım. Google'da da tapmışdım, TikTok'da da tapmışdım. Mən ingilis dili müəlliməsiyəm. Londonda təhsil almışam. Yəni həqiqətən çətinlik çəkdiyim suallar var idi. Yəni suallara baxanda dedim, çox çaşdırıcı suallar idi. Yəni sinonim sözlər qoyurdular və boşluq qoyurdular ki, sizcə bura hansı söz getməlidir? Və sözlər o qədər bir-birinə oxşuyur ki, yəni seçim eləmək çox çətin olurdu. Yəni, mən belə çox çətinlik çəkdim o testdə. Amma düşünürəm ki, yəni çox qorxmaq lazım deyil ingilis dilindən. Çünki mənim rəfiqəm var idi, o da ingilis dili müəllimliyini bitirib, amma çox praktika eləyə bilmədiyinə görə speakingdə, yəni danışıqda bəzi problemləri var idi. Düşünürdü ki, mən keçə bilməyəcəm, getməyəcəm, onu mən məcbur elədim, apardım mən o açılış gününə. Və keçirdi, həqiqətən keçdi o mərhələləri və orada gördü ki, dedi ki, Mina, sən həqiqətən düz deyirsənmiş, mən çox özgüvənsizlik eləmişəm, bura gəlməmişəm də, yəni elə bilmişəm hamı möhtəşəm ingilis dili danışır, amma belə deyil. Biraz danışa bildin, özünü ifadə eləyə bildin aydın şəkildə, məncə bu yetərlidir. Və qrammatika haqqında da məlumatın olmalıdır ki, o axırdakı dediyim onlayn testi keçə biləsən. Test onlayn olsa da nümayəndə yanınızda gəzir, ətrafınızda gəzir. Ona görə köçürmə falan bu tip şeylər mümkün deyil. Səhv etmirəmsə 20 sual falan olur, yəni çox olmur, bundan artıq olmur. O mərhələni də keçəndən sonra artıq sən nümayəndə ilə təkbətək görüşürsən. Üzbəüz səni çağırır və sənə bəzi suallar verir. Bəziləri isə onlayn görüşüb. Dubaydakı nümayəndələr onlayn üz-üzə zəng vurub, görüntülü şəkildə suallar verib, cavablayıblar. Belə də ola bilər, canlı da, üz-üzə də ola bilər. O həmən gün olur bu arada proses, yəni evə getmirsiniz. Mən məsələn səhər 9-un yarısı getmişdim. Düzdür, mən boydan kəsildiyimə görə 2-də falan çıxdım. Amma mənim rəfiqəm axıra kimi qaldı və o 6-ın yarısı falan çıxmışdı. Yəni çox uzun çəkir bu proses. Çalışın, ac getməyin. Yanınızda bir şokoladdan zaten olsun. Çünki həqiqətən həm həyəcanlanırsınız deyə, yəni davleniya düşə bilər, təzyiq düşə bilər, yəni ona görə diqqətli olun. Orada su zad falan verirlər. Suya çox ehtiyacı olmur. Nəysə, ingilis dili testini də keçəndən sonra nümayəndə ilə dediyim kimi üzbəüz görüşürsünüz və orada sizə bəzi suallar verir. Bu suallar çox şablon suallardır. Mən rəfiqəmlə bir gün öncədən bunun praktikasını eləmişdi. Mən ChatGPT-yə soruşmuşdum ki, Emirates seçmələrində nə kimi suallar gələ bilər. Yəni çox əslində klişe suallar soruşur da. Niyə təyyarə bələdçisi olmaq istəyirsən? Niyə Emirates-də işləmək istəyirsən? Daha öncəki təcrübələrindən yaşadığın bir problemi mənimlə bölüşə bilərsən və bu problemi necə həll eləmisən? Yəni, bu tip suallar soruşur sənə. Və ya professional karyeranı ən birinci mərhələdən başlayaraq mənə danış. Bu şəkildə sənə suallar soruşur. Ona görə çalışın, şirkət haqqında biraz məlumatlı olun. Bəs Emirates 1985-ci ildə qurulub, ilk uçuşu Pakistan, Karachiyə olub. Məsələn, bu tip informasiyalar onların gözündə sizi yüksəldə bilər.
Təbii ki, bu proses ingilis dilində olur hamısı. Belə, yəni soruşacaq sizə niyə təyyarə bələdçisi olmaq istəyirsən? Bu suallara öncədən cavablarınızı hazırlayın ingilis dilində, elə gedin. Ola bilər ki, keçdiniz bütün mərhələləri və axırda tək qaldınız, karıxmayın, yəni cavab verməyə çalışın. Belə bir sual gələ bilər, məsələn, why Emirates? Niyə Emirates-də işləmək istəyirsən? Onda belə bir cavab verməlisən ki, məsələn, Emirates is one of the best airline in the world since 1985. 1985-ci ildən bəri Emirates tanınan ən yaxşı avialiniyalardan biridir. Burada 1985-ə də vurğulayıram ki, yəni mən bilirəm. Mən sizi araşdırmışam. Bunları vurğulamağa çalışın. Onlar belə şeylərə həqiqətən üstünlük verirlər. Onlar görürlər ki, namizəd elə belə gəlməyib bura. Həqiqətən bir məqsədlə gəlib və həqiqətən bizimlə işləmək istəyir. Bu mərhələni də keçəndən sonra sizin boydan şəklinizi çəkilir. Bu şəkildə. Daha sonra 7 gün ərzində sizə zəng gələ bilər. Zəng gələndə artıq siz Azərbaycanda onların təyin elədikləri yerdə medical check-up'dan keçirsiniz. Bütün bədən, yəni müayinə olunur. Medical check-up'da hər şey okeydirsə, daha sonra sizi Dubaya dəvət edirlər. Bileti də özləri qarşılayırlar, özləri çağırırlar. Qalma yerini onlar özləri sizə təmin edirlər. Adətən öz cinsinizdən başqa bir təyyarə bələdçisi ilə bir yerdə qalırsınız. Özünüzə aid otağınız və hamamınız olur. Bu çox yaxşı bir şeydir ki, kira falan ödəmə məcburiyyətində olmursunuz. Yaxşı tərəfləri çox var yəni. Eyni zamanda uçuşlara məsələn onlar özləri aparırlar, gətirirlər. Yəni servis var. Emirates Training College-dən eşitmişdim ki, servis var. Daha sonra dünyanın bir çox yerinə uçma şansınız olur. O ölkələrdə qalırsınız. Ən yaxşı tərəfi odur. Çünki bir çox avialiniya qalmalı reysi eləmir. Çox az eləyir. Məsələn, Azərbaycanda qalmalı reyslər demək olar ki, çox azdır. Niyə? Çünki getdiyimiz yerlər çox bəllidir. Yəni bizim millətimiz hara gedir? Daha çox Çinə gedir alver üçün. Dubaya gedirlər. Rusiyaya çox uçuşlar olur. İstanbula, Türkiyəyə uçuşlar olur. Yəni belə uzun yerlərə, Maldivlərə, nə bilim, Phuketə, Taylanda, Meksikaya, bu tip yerlərə uçuşlar çox az olur deyənə qalmalı reys olmur Azərbaycanda. Amma Emirates həqiqətən bu sahədə çox güclüdür. Mən onlarda işləyən təyyarə bələdçilərini izləyirəm sosial mediadan. Onlar bir aylıq məsələn planlarını bölüşürlər və həqiqətən çox gözəl yerlərə uçurlar yəni. Ayda 7-8 dəfə uçursan, qalırsan, düzdür, çox yorucu işdir. Belə insanın gözünə maraqlı gəlir ki, neynirlər ki, onlar gedirlər, gəzirlər, dünyanı qaydırlar, yox. 17-18 saat göydə olurlar, xidmət göstərirlər, uçurlar. Bu həqiqətən insan orqanizması üçün çox yorucu bir prosesdir. Adicə siz sərnişin kimi 3-4 saatlıq uçuş eləyəndə İstanbula, Dubaya yorğunluqdan ölürsünüz. Və təyyarə bələdçiləri bunu 16-17 saat eləyirlər. Bir də bunun abratına qayıtmağı da var. Yəni yorucu işdir. Getməzdən qabaq bunları nəzərə alın. Həqiqətən sağlam olmalısınız. Ona görə sizi medical check-up'dan keçirirlər. Belə, yəni proses belə olur. Bir həftə ərzində sizə zəng gələ bilər. Bu arada bu 1 ayda çəkə bilər, 2 ayda çəkə bilər, 3 ayda çəkə bilər. Yəni dəqiq bir müddəti yoxdur. Bir qız deyirdi ki, məsələn, mənə 3 aydan sonra zəng gəldi. Golden call deyilir ona bu arada. Qızıl zəng. Arı var burada. Belə. Ona görə mən deyərdim ki, özünüzü sınaya bilərsiniz, əgər bu sahəyə marağınız varsa. Bir də bunu deyim ki, əgər təyyarə bələdçiliyinə qarşı marağınız yoxdursa, təyyarələrə qarşı marağınız yoxdursa, siz axır əvvəl bu işdən çıxacaqsınız. Ona görə gedib vaxtınızı xərcləməyin bu işdə. Çünki bu tamamilə zövq işidir. Həqiqətən elə bir işdir. Yəni, məsələn, futbola marağı olmayan birinin gedib futbolçu olmağı çox çətindir. Bu maraq tələb edən bir işdir. Ya da kimsə durub gedib pilot olmur. Təyyarəyə qarşı bir marağı var ki, bu adamın gedib pilot olur. Pilotluq oxuyur. Bələdçilik də yəni həmən şəkildə işləyir. Əgər sizin buna marağınız varsa, bu iş sizin üçün çox əla bir işdir, çox əla bir şans olacaq. Maaşları da yüksək olur adətən. Ona görə şansınızı, bəxtinizi sınayın, özgüvənsizlik eləməyin, qorxmayın ki, ay mənim ingilis dilim birdən pis olar. Orada yəni heç kim mükəmməl deyil. İlk içəri girəndə görürsən ki, hər kəs möhtəşəm geyinib, saçını yığıb, ciddi iş geyimində falan biraz geri çəkilirsən ki, ayda, bunların arasında məni seçəcəklər. Amma sonra görürsən ki, çox elə birinci mərhələdən elənir. Hamı çıxıb otaqdaya danışanda görürsən ki, kimin nəyi əksidir, kimin nəyi artıqdır. Ona görə özünüzə güvənin. Əgər bu işə həqiqətən istəyirsinizsə, cəhd eləyin. Birinci dəfə cəhd elədim, olmadı. Boydan kəsildim. Biraz yoga ilə, pilateslə məşğul oldum. Bu arada mən pilates treneriyəm. Yəni mənim boyumun bundan artıq uzanmağı biraz çətin məsələdir. Yenə də cəhd eləyirəm amma. 1 santimdə də belə baxanda 1 santim nədir ki, 1 santimini əslində uzatmaq olar. Çalışıram indi 3-cü mərhələyə görə cəhd eləyirəm. Əgər elənmisinizsə, 3
3-cü görüş gününə 6 ay sonra gedə bilərsiniz. Yəni 6 ay müddətində ara verməlisiniz. Ondan tez getsəz, bütün mərhələləri keçsəniz belə işə götürülməyəcəksiniz. Çalışın o 6 ayı bitirin, sonra yenidən cəhd eləyin. Əvvəl bu proses 3 ay idi. 3 ay sonra yenidən cəhd eləyə bilərdin, amma artıq bunu 6 ay elədilər. Mən məsələn martın 21-i getmişəmsə, bir də 6 ay sonra müraciət eləyə bilərəm yenidən. Keçməsəniz də pis olmayın, yəni şanslar hər zaman var. İndi olmadı, 6 ay sonra olar bəlkə də. Mən məsələn heç ağlamadım belə. Baxmayaraq ki, mən orada çox hazırlaşmışdım. Yəni manifestlər, meditasiyalar, hər şey eləmişdim. Amma alınmadı. Canım sağ olsun. Mən düşünürəm ki, every rejection is a redirection. Yəni hər bir rədd edilmə sizi yeni bir yola soxur. Yeni bir yola salır sizi. Başqa bir yol açılar, başqa bir şans sizin qabağınıza çıxar. Yəni pis olmaq lazım deyil. Düzdür, insana pis təsir edirəm. Bu qədər xəyal qurdum, bu qədər bütün ümidlərimi bura bağladım və alınmadı. Nəyə görə alınmadı ki, nəyim əksiydi ki? Yəni bu suallar insanı yeyib bitirir, amma əksiyliyi söhbəti deyil bu. Şans söhbətidir. Elə adam var ki, heç ingilis dilində yaxşı deyil. Heç yəni arzusu da deyil ora getməyə. Elə belə gedib və seçilir. Elə tərbiyəçilər çox görmüşəm. Məsələn, TikTokda falan danışırlar ki, elə belə getmişdim, ürəyim sıxılırdı və seçildim. Yəni çox pis olmayın. Gəlin danışığımızın üstündən keçək. Qısacası nə edirik? İlk mərhələ CV-ni göndərdik, elədik. Zəng vurdular, dedilər ki, gəlirsiniz, gəlirik, əla. Düz vaxtında qoyulan saatda orada oluruq. Geyimimizə fikir veririk. Grooming. Birinci sizi geyiminizə baxacaqlar. Sizi o Emirates uniformasının içində xəyal eləməlidirlər. Saçınız, başınız düzənli olsun. Çalışın düzənli olsun. Görünən heç bir yerdə tatu olmamalıdır. Piercing falan bu tip şeylər olmamalıdır. Daha sonra ingilis dili çalışın inkişaf elətdirməyə və sizə soruşulacaq şablon sualları öncədən praktik eləyə bilərsiniz. ChatGPT-yə yazın, soruşun ki, Emirates müsahibəsində mənə gələ biləcək suallar və bunları verilə biləcək ən gözəl cavablar hansılardır. İngilis diliniz belə çox yaxşı olmasa belə bu sualları əzbərləyə bilərsiniz. Əzbərdən kastım yəni odur ki, bir fikriniz olsun da, yəni fikriniz olanda daha yaxşı cavab verə bilirsiniz. Biri var, yəni heç bir xəbəriniz olmuyor, sizə nə sual veriləcək, nə olacaq. Bir də var, artıq bir şəkildə hazırlıqla gedirsiniz. Və çalışın çox ortalığa atılmayın. Çox özünüzü göstərməyə çalışmayın. Elə necə varsınızsa, elə də olun. Yəni kimisə yamsınlamağa falan ehtiyac yoxdur. Bir də mən belə bir şey eşitmişdim ki, bəzi şirkətlər var ki, insanları bu açılış günlərinə hazırlayır, imtahanları falan hazırlayırlar Emirates'in. Orada bir qız var idi, dedi ki, hə, mən şirkətlə gəlmişəm. Mən heç belə bir şeydən xəbərim yox idi. Yəni kimsə hazırlayır bu adamları bu görüş gününə görə. Assessment deyəm. Bu biraz mənə qəribə gəldi, çünki mən heç birinə kimləsə hazırlaşıb getməmişəm. Onların göndərdikləri qaydaları oxumuşam və bu şəkildə hazırlaşıb öz-özümə getmişəm. Seçilməmişəm, amma seçilməmə səbəbim boyumun, əlimin daha doğrusu çatmamağıdır. Bu da yəni təbii bir şeydir. Allah mənə belə yaradıb, deyə bilərəm ki. Məncə ən çətini ikinci mərhələdir. Belə, bu haqda sualınız varsa bölüşə bilərsiniz. Kommentariyada sizi gözləyirəm. Təşəkkür edirəm vaxtınıza görə. Videoya bəyənməyi, abunə olmağı unutmayın. Sağ olun.